Salam əziz ikincilər və valideynlər, sizləri kanalımda xoş gördük. Bugün 2-ci sinif riyaziyyat 2-ci hissə səhifə 52 və 53-də olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Bölmə 10. Ölçmə, uzunluq. Siz öyrənmə, araşdırma, müzakirə hissəsini özünüz öyrənmiş olarsınız. Gəlin biz tapşırıqlara keçək. Bələdçi, əşyaların uzunluğu neçə metrdir? Gördüyümüz kimi biz bilirik ki 1 metrimiz 100 santimetrdir. Deməli 200 santimetrimiz 2 metrdir. 300 santimetrimiz 3 metrdir. 500 santimetrimiz 5 metrdir. Bu şəkildə. Keçək misal 1-ə. Samir stolun uzunluğunu addımla ölçməklə bir addım olduğunu müəyyən etdi. Sizcə stol və lövhənin uzunluqları Samirin addımları ilə təxminən neçə addım olar? Deməli, stol 4 addım olar, lövhə isə 5 addım olar. Təxmini hesablamış olaraq. Misal 2. Lalənin əlində tutduğu çubuğun uzunluğu 1 metrdir. O bu çubuqla əşyaların ölçülərini tapmaq istədi. Hər bir əşyanın göstərilən ölçüləri təxminən neçə metr olar? Deməli, burada eni 1 metr, uzunluq 2 metr. İkincidə stolda eni 2 metr, uzunluq 1 metr. Şəkildə eni 1 metr, uzunluq 1 metr. Şəkil gördüyümüz kimi kvadrat formasındadır. Bunun eni ilə uzunluğu bir-birinə bərabərdir. Misal 2 bu şəkildə. Misal 3. Əşyaların göstərilən ölçülərini santimetrlə yazın. 4 metr 400 santimetr, 1 metr 100 santimetr, 5 metr 500 santimetr, 2 metr 200 santimetr. Misal 3 isə bu şəkildə həll olunmuş olur. Misal 4. Deməli, birinci fikirləş hissəsini tapaq. Bizdən soruşur ki 1 metr neçə desimetrdir? Deməli, biz bilirik ki 1 metrimiz 100 santimetrdir. 1 desimetrimiz 10 santimetrdir. Deməli, 1 metrimiz də 10 desimetrə bərabər olmuş olar. Keçək səhifə 54-də olan tapşırıqlara. Misal 4. Əşyaların göstərilən ölçülərini desimetrlə yazın. 20 santimetrimiz 2 desimetr, 80 santimetrimiz 8 desimetr, 1 metrimiz 10 desimetr, 90 santimetr 9 desimetr. Misal 5. Santimetrlə ifadə edin. 2 desimetr, misal 4, keçək misal 5-ə. 2 desimetr 20 santimetr, 10 desimetr 100 santimetr, 3 desimetr 30 santimetr, 7 desimetr 70 santimetr, 4 desimetr 40 santimetr, 8 desimetr 80 santimetr. Keçək məsələ 6-ya. Məsələ həlli. Küçə fənəri işıqfordan neçə metr hündürdür? Görürük ki, küçə fənəri 500 santimetrdir, işıqfor isə 300 santimetrdir. Deməli, 500 santimetrdən 300 santimetri çıxdıqda 200 santimetr. 200 santimetrimiz də 2 metrə bərabərdir. Deməli, cavab küçə fənəri işıqfordan 2 metr hündürdür. Məsələ 7. Göy lent qırmızı lentdən neçə santimetr uzundur? Göy lentimiz 3 desimetrdir, qırmızı lentimiz 17 santimetrdir. Gəlin birinci 3 desimetri çevrək santimetrə edir 30 santimetr. Daha sonra 30 santimetrdən çıxırıq 17 santimetri edir 13 santimetr. Məsələ 8. Lalə düzbucaqlının bir tərəfini xəttkeşlə, qarşı tərəfini isə qısqaclarla ölçdü. Bir qısqacın uzunluğu neçə santimetrdir? 12-ni 4-ə bölərik 3 santimetr. Məsələ 9. Kimin məktəbə getdiyi yol daha qısadır? Neçə metr qısadır? Deməli, 13 metr üstəgəl 18 metr üstəgəl 48 metr edir 79 metr. Səbnədə 38 metr üstəgəl 12 metr üstəgəl 23 metr edir 80 metr. Deməli, bu Samirdir, birinci yazdığımız, ikincisi isə Səbnədir. Daha sonra 80 metrdən 79 metri çıxırıq, qalır 1 metr. Deməli, 1 metr qısadır cavab. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın.